Yanvarın 17-də Bakı Jurnalistika Məktəbində Marshall Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən Sərhəd bölgəsində gələcək adlı filmin təqdimat mərasimi keçirilib. Hazırlanan reportajlarda əsasən sərhəd bölgəsində yaşayan insanların həyat tərzi, gələcəyə baxışı və ermənilərlə birgə yaşayışa münasibət yer alıb. Allah muradını bilsin, vayin yaxşı düzülüb, sərhəd boyu. Mən elə başa düşürəm ki, bu Azərbaycan milləti, bir elə millət ki, gənə yumuşarı bunlara yol verəcəklər. Onlar bizim kəndimiz ilə işləyirdilər. Buraya baxardılar. Allah'ım. Şimdi mənim bax, kürək tutan var. Kızımın qaynıdır. O Mart ayında, Mart'ın 24'ü gedənin toyuydu. Kələlər bağlanmışdı dama. Allah'ın hamd olsun. Buraya çıxdı bu koyala. Oradaca vurdular kələlər gedənin insanlar kəsildi. Nişanları edildi. Harbiden kabak yaptı dolanıyordu. Ali bak o tarafı, Karabağ tarafından ara karşı. İle ben geldik buralara biz. Ancak biz buradan hiçbir yere gitmedik. Böyle gitmedi ki bizim uşaklarıydı burada çıkmamız. Ne uşak valideyni bırakmadı ne valideyni bırakmadı. 88'den baş verdi. Vaktan yaktı, bak burada karayokumuz var idi, eğitimimiz var idi, hanım sana tut var idi, olsun çöper yapardı. Gelirdi, mağara vurduk, gelirdi öyle yaparıydı, gataret bunu da getirirdi. Eğliydi bak, dağdan da arayı katıldı, bizimki de katıldı. Öyle geçe bak bu kətdən, hiç aşağımı çevrəsiyim mən. Elə yaxın, elə dost, elə yaxşıydı. Nə səpirdən cara qarışdı, nə hər tərəfdən şey oldu. Məktəbə gedirsiniz sən? Məktəbə gedən mən məktəb açılmışdım. Yəni, 2 dərslik məktəbdir. Məsələn, məktəbdir. Baxın, məktəbdə olub eləyən açılmazsa da olur. Yox, olmuyor. Keçmişdə qonşu olmuşdur, deyil mənə, bir yerdə yaşamışıq. İndi də elə oldu ki, məsələn, mehribançılıq oldu, barışdıq, bir yerdə yaşadıq. İstəyirsən elə bir şey? İstəyərəm də əskərlərin qırılmaq istəyir. Yox, müharibə olmanı istəmirsən də. Hə. Bax, sülh olsa, onda gələk bir yerdə yaşayaq həm də. Hə. Bir yerdə yaşaya bilərsən, mənlə. Hə, olur. Bakı Jurnalistika Məktəbinin rəhbəri Zərdüşt Əlizadə film təqdimatından sonra film haqqında öz fikirlərini bildirib. Baxın, film mənim üçün mənə çox təsir etməsi necə eləməz, amma mən hiss edirdim ki, sizin reaksiyonundakı müəyyən bir şeylər sizdə də nəyisə oyadır, nəyisə hisslərdə toxunur. Mənim fikrimcə bu filmin əvvəlində hətta insan olmayan yerlərdə göstərirdilər, o insansız təbiəti göstərirdilər, orada da müəyyən hisslər oyadır. Yox, təbiətin özündə həmin boşluq özü-özünə bir gərginlik mənbəyidir. İnsanlar yoxdur. Nə üçün insanlar yoxdur? Tədbirdə çıxış edən jurnalistlər də gördükləri işdən, sərhəd bölgələrindəki vəziyyətdən və reportaj hazırlamağın çətinliklərindən söz açıblar. Həmin ona dedi ki, siz deyin ki, onun evinə gedirik, maşının nömrəsini yazdı, göndərdi mənə ki, siz kişinin adı neydi? Həsən familiyası. Hərdə ki, onun evinə gedirik. Biz gizlətdik bütün kameralar falanları. Oradan keçəndə dedik ki, filan kəsin evinə gedirik. Orada da o qədər az maşın var ki, 4-5 maşın var. Maşının nömrəsi ilə tanıyırlar. Posta soruşdular ki, maşının nömrəsi neçədir? Maşının nömrəsini dedik. Sonra biz göyə qonaq gedirik də, bizi elə buraxdılar. Biz oraya girəndə dəli olduq, elə bir Suriyadayıq. Amma dəhşətdir, bir dənə salamat yer yoxdur orada. Elə bildik ki, bomba düşür, nə bölümdə, yəni qorxulu bir yerdə yaşayır o uşaq. Yəni elə bir yerdə yaşayır ki, ətrafda adam yoxdur, ancaq heyvanlardır. Ancaq, nə bilim, pişikdi, itdi, qazlar da gördünüz də. Yəni tək yaşayır ha. Elə bir ki, şeydir, uçuluq dağılmış bir yerdə bir dənə uşaq yaşayır. O da atası, anası qoyur orada, gedir tər-tər işləməyə, gecə gəlir. Yəni atdılar, neynədilər, vecnə.